Salam, necəsiz? Sizi yeni bir videomdan salamlayıram. Hər birinizi xoş gördüm. Yeni bir videomdan sizi buradan salamlayıram. Bu günləri islak keks hazırlayacağım. Ərzaqları yığmışam masanın üzərinə. İndi yavaş-yavaş sizlərlə birlikdə başlayaq hazırlamağa. 3 ədəd yumurta götürmüşəm qızlar. 1 stəkan şəkər tozu. Mikserlə çalacağım. Yəni çox da elə çalmağa ehtiyac yoxdur. Sadəcə belə deyim, biraz açılsın. Üzərinə isə armudu stəkan gördüyünüz kimi götürmüşəm. Armudu stəkandan bir duru yağ, armudu stəkandan da bir süd. Əvvəlcə şəkər tozunu, yumurtanı mikserlə çalacağım. Sonra isə yavaş-yavaş duru yağını da südünü də mikserlə yenə yavaş-yavaş çalacağım. Gördüyünüz kimi əvvəlcə yumurta ilə şəkər tozunu çalım. Sonda isə qabartma tozunu və kakaosu ununu birlikdə tökəcəm. Çox çalmağa ehtiyac yoxdur qızlar, çünki bu o qədər də yəni önəmli deyil çalmaq. Çırpıcı ilə də edə bilərsiniz, amma mən mikserlə etdim. Amma çırpıcı ilə edəndə biraz vaxt aparır, biraz belə deyim, qolunuz ağrıya bilər. Ona görə də mikser ən asandıdır. Rahat mikserlə çalmağa daha rahat olar. Bizim evimizdə, yəni islak keksdir, pudingdir, bu şirniyyatlar daha çox sevilir. Nəinki kremli tortlardan bunlar daha çox sevilir. Hər zaman da tez-tez də hazırlayıram. Çünki asandır, həm də tez, pratik hazırlanan bir şirniyyatdır. Belə deyim, tez anında əgər bir qonağınız gələrsə də, yəni tez bir zamanda hazırlanan, süfrəyə yaraşıq verən, belə deyərdim, bir şirniyyatdır. Deyərsiniz, adi bir şirniyyatdır, islak keksdir, asan bir yəni şirniyyatdır. Burada nə var ki, elə asanlığına görə həm asan, həm dadı gözəl olan bir şirniyyat olduğu üçün deyirəm ki, gözəldir, rahatdır, bişirməyi də rahatdır. Yəni tez anında, tez bazar hazırlayıb süfrəyə verə bilərsiniz. Çayınızın böyründə, yəni belə deyim, yanında bir şirniyyatınız olar. Mənim üçün yəni asan bir şirniyyatdır. Yenə deyirəm, zövqlər müxtəlifdir, fikirlər müxtəlifdir, ağız təyamlarımız müxtəlifdir. Hərənin bir ağız dadı, bir ağız təyamı var. Kim necədir, yəni kimə necə rahatdır, hansı şirniyyat. Bəzən elə olur ki, xanımlarımız deyir ki, elə bişirib əziyyət çəkməkdənsə də elə almaq daha asandır. Mən yəni o fikirlərə qarşı deyiləm, almaq da yaxşıdır, amma hər halda evdə hazırladığımız daha gözəl olar. Həm təmizliyinə görə, həm gigiyenaya görə, yəni belə deyim, bilirik ki, evdə nə hazırlayırıq, nə ilə hazırlayırıq. Adi qablarımız belə təmiz olur, amma orada bilmirik ki, qablar necə olur, necə olmur. Ona görə adam biraz çəkinir. Belə deyim qızlar, mən bir dəfə şirniyyat almışdım. Şirniyyatın içərisində, düzdür, mənim belə deyim, yeyəndə qabağımdan çıxmamışdı, oğlumun qabağından çıxmışdı, dəmir qırıntısı. Mən elə fikirləşdim ki, yəqin ki, bu ya xəmiri yoğuranda oradan bir qırıntı düşüb, ya ələməyiblər unu, ya mikserin nəsə qırıntısı mı olub. Hər nə olmuşdusa da dəmir qırıntısı var idi. Satın alma şirniyyatın içərisində idi. Ona görə də mən biraz çəkinirəm alınma şirniyyatlardan. Düzdür, alıram, demirəm ki, almıram, amma təmizliyinə görə adam bilmir ki, nədir, nə deyil. Özün bilirsən ki, evdə hazırlanan, necə hazırlayırsan, təmizliyinə riayət edirsən, hər bir şeyinə. Bilirsən də ki, hazırladığın nədir, içərisinə qatqıların, tökdüyün qatqılar nədir. Adi indi belə deyim, aldığımız bulqların belə içərisinə o qədər işlətmək üçün mayanı qatırlar. O da bizim bilirik ki, ziyanlı bir şeydir. Həm qaraciyərimizə, həm kökəlməyimizin elə səbəbkarı da elə onlardır. Mənşəyi bilinməyən, yəni qidalardır, tökürlər. Biz də alırıq, yeyirik, bilmirik. Hamısı da yəni ziyan olan bir şeydir, belə deyim.
Çox vaxt, yəni baş ağrıtmaq istəmirəm. Sadəcə bir fikir olaraq dedim, yəni dedim elə sizlərlə də söhbət etmiş olaram. Yəni həm də islah keksimi hazırlamış olaram. Dediyim kimi hazırladım. 1 stəkan da un götürmüşdüm. Unu da tökdüm. Unu çünki mikserlə açmıram. Yəni bilirsiniz ki, mikser vuranda biraz biskvitlərdə yəni unu mikserlə çalanda köpürmə hissəsi biraz azalır. Ona görə də əlimlə çırpdım. Qabımı da belə yağlayıb, yaxşı yağlayandan sonra çox gözəl olur qızlar. Yəni çıxması da rahat olur hər tərəfinə. Yəni yağlayıram. Belə deyim qızlar, deyirəm ki, nə yaxşı bu şüşə qablar yəni var. Şüşə qablar mənə elə gəlir ki, sinilərdən, soba sinilərindən daha rahat olur. Mənə elə rahat gəlir. Bilmirəm, indi sizlər də işlədirsinizmi? Hər halda yəqin ki, hər evdə var. Yəni işlədib görmüsünüz. Mənə elə gəlir ki, yəni şirniyyatlarda da, istər də mən bu yəni şüşə qablarda belə pizza da hazırlamışam. Çox gözəl çıxıbdı. Yəni mənə bu daha rahat gəlir sinilərdən. Sinidə daha çox yapışma ehtimalı daha çox olur. Nəinki bu şüşə qablarda. Ona görə də mənə belə rahat gəlir. Düzdür, islah keksi əvvəllər mən sinidə yedirdim, amma belə bu şüşə qabı alandan sonra elə bunda da etdim. Siniyə daha yox dedim. Demək olar ki, bir neçə vaxtdır ki, mən heç islah keksi, yəni sinidə etmirəm. Elə bunda yedirəm. Bir dənə belə bir qabda edəndə bizi belə deyim rahatçılıqla görür. Həm də ki, böyük sinidə edəndə də çox qalanda həm də eyni şirniyyatı yeyəndə adam da yorulur. Ona görə də elə balaca etdim. Elə də balaca deyil qab, normal bir qabdır. Yəni böyük, ən böyüyü budur. Bu qabların elə böyüyündə götürmüşəm. Yaxşı da çıxardır, həm gözəl, rahat, yəni yapışdırmadan. Burada isə üzərinin sosunu hazırlayıram qızlar. 3-4 qaşıq un götürmüşəm. İstəsəniz siz kraxmal da götürə bilərsiniz. Mən 3 qaşıq un tökdüm. Gördüyünüz kimi kakao da hardasa 3 qaşıq, 3-4 qaşıq vururam qızlar. Yenə dediyim kimi Kentin kakaosu olanda, belə qramla alınanda, yəni şirniyyat mağazalarından, onda mənə yəni bu kakaolar yaxşı olduğu üçün 3-4 qaşıq bəs edir. Stəkanın başı yarım şəkər tozu, yarım armudu stəkanında başı yenə yarım duru yağ atmışam sosu üçün. Çox gözəl də sosu olur. Elə bir pudingin belə deyim bir növüdür. Mən qatı edirəm. Bəzən yəni suyuq halında da edirəm, amma suyuq halında uşaqlar xoşlamır. Qatı puding halında olanda sevirlər. İndi görəcəksiniz. Mən üzərinin sosunu necə yəni qat etmişəm. Deyərsiniz ki, çox qat etmişəm, amma sadəcə uşaqlar elə sevdiyi üçün bir dəfə yəni öz kıvamında eləmişəm. Uşaqlar sevməyiblər. Qatı puding halında olanı sevirlər. Ona görə də elə qatı hazırlamışam. Süd adi, yəni istər mağazin südü olsun, istər ev, yəni kənd südü olsun, fərq etməz. Siz də hansı istəyirsiniz, hansı süddən istifadə edirsiniz, edə bilərsiniz. 1 stəkan yarım da süd götürmüşəm. Gördüyünüz kimi yaxşı qarışdıracağım. Yəni pot olmasın. Qazın üzərində də əlimi buraxmadan dediyim kimi, yəni bişirəcəm. Ona kimi də islah keksim hazır olsun, bişsin. Bu da ocaqda bişirim. Hər ikisi də bişsin. Sonra isə biraz soymağa qoyacağım. Soyusun, başlayacağım üzərinə töküb, üzərini bəzəməyə. Bəzəmək də, yəni istəsəniz siz bəzəyə də bilərsiniz, istəsəniz yəni belə deyim, bəzəməyə də bilərsiniz. Mən sadəcə kakosla bəzədim. Bəzən elə olur əlimin altında kakos olmayanda qozla da yedirəm. Yəni yenə dediyim kimi siz sizə hansı xoşdur, onunla da edə bilərsiniz. İstər kakos olsun, istər də qoz olsun. Mənim əlimin altında kakos olduğu üçün kakos vurdum. Olmayan hallarda qozla da yedirəm. Qozla da çox gözəl olur. Qızlar, yəni belə deyim, ikisini də sınamışam.
Hər ikisinin də dadı möhtəşəmdir, yaxşıdır. Sizlər də hansını istəsəniz edə bilərsiniz. Yəni asan bir şirniyyatdır. Mən tez-tez edirəm evdə. Yəni hər zaman elə hazırlayıram axşam çayımın yanında. Hər zaman içirik. Tez hazırlanan bir şirniyyat olduğu üçün, vaxt aparmayan bir şirniyyat olduğu üçün elə tez-tez də hazırlayıram. Bişdi qızlar, gördüyünüz kimi çox gözəl də bişib. Biraz bəri tərəf ola bilər az yaxşı çırpmadım. Elə bir tərəfə axıb, bir tərəfə, yəni bir tərəf belə deyim də daha qabarıqdır, bir tərəf aşağıda, amma köpməyi, içinin bişməyi hər biri yerindədir. Sadəcə mənim bəlkə də sobamda biraz sobamı düz qoymamışam. Nəsə bir tərəfinə axıb, bir tərəfi daha hündür olmuşdu, bir tərəfi biraz alçaq, amma çox gözəl idi. Dadına söz ola bilməzdi. İçinin də bişməyi. Əsas odur ki, ona nəzər salaq ki, yəni islaq keksin içərisi bişsin, iç olsun. İç olanda islaq keksin, yəni içərisi daha gözəl olur, bişir. Yəni bir də onu deyim qızlar, mən orada yadımdan çıxıb göstərməmişəm. Vanil də atmışdım, qabartma tozu da, bir vanil, bir qabartma. Qabartmanı çəkmişdim, amma vanili çəkməmişdim. Yəni sonradan unutmuşdum, sonradan atdım. Yəni keksin içərisinə, amma yenə dediyim kimi, yəni bir qabartma, bir dənə də vanil həmişə tökürəm. Çünki belə deyim, yəni şirniyyatda vanilin isi olanda hər halda daha gözəl olur. Düzdür, mən pudingdə bəzən istifadə edirəm, bəzən etmirəm. Çünki orada pudingdə şokolatı, damla şokolatını vururam, kakao vururam. Elə bir ki, dad dəyişir. Amma burada istər-istəməz ən azından bir dənə kakao vururuq. Amma vanil olsa daha yaxşı olar. Bildiyimiz kimi hər bir şirniyyatda onsuz da vururuq. İslaq keksi də qızlar bişirib biraz soyudub ondan sonra kəsəndə daha rahat olur. Mən sadəcə video çəkəcəydim deyən, ona görə də tez kəsdim. Onda daha, yəni soyuyanda daha yaxşı kəsilir. Qırağında didilmə hissələri olmur. Üzərinə də pudingini tökəcəm. Yenə dediyim kimi qatı bir puding hazırlamışam. Mən belə deyim, suyuq halında etmirəm. Qatı edirəm. Uşaqlar qatı istəyir. Pudingi də belə qatı istəyirlər. Belə bunun da üzərinə qatı istəyirlər. Ona görə də elə biraz əlimi gec götürürəm. Qazın altını gec söndürürəm ki, qatılaşsın, rahat olsun. Əsl mən istəyən kimi olsun. Üzərinə də tökürəm. Hər tərəfinə yaxşı yayandan sonra biraz qoyuram soyusun. Soyandan sonra üzərini yenə dediyim kimi kakoslayıram. İsti kakosu vuranda istər-istəməz kakos biraz əriyən kimi olur. Ona görə isti vurmaq olmaz. Soyuyan halda daha yaxşı olar. Əvvəllər qızlar mən bir ara bişirirdim islaq keksi. Onda eləcə süd tökürdüm, heç nəsiz. Belə biskvitini bişirirdim, bir də üzərinə süd edirdim. Sonra isə bunu görəndən sonra bu ondan daha dadlı, görünüşcə də bu ondan daha yaxşı görsənir. Düzdür, elə də etmişəm, amma yenə də bunun fikrində, bu şirniyyatın üzərində durmuşam. Çünki bunu bəyənmişik dadına görə. Yenə də bu şirniyyatın üstündə durub bunu bişirmişəm. Gördüyünüz kimi doğrayıram. Yenə dediyim kimi soysa daha yaxşı olar. Mən tələsirdim. Çünki videonu sonlandıracaqdım. Həm də gedəsi yerim var idi. Ona görə də tez bir zamanda tez hazırladım ki, tez hazırlayım, qoyum, uşaqlar yesinlər. Amma soyuq halda doğrayanda daha yaxşı olur, daha səliqəli olur, belə deyim. Sizin də əgər vaxtınız varsa da bişirib qırağa qoymağa vaxtınız varsa da qırağa qoyub, sonra isə doğrayıb üzərini sonra bəzəyə bilərsiniz.
Belə mən üzərini bəzədim. Gördüm ki, qızlar, mənə qaşıqla əvvəl istədim qaşıqla tökəm, sonra gördüm qaşıqla mən narahat oluram. O yenə əlimlə tökdüm. Deyərsiniz ki, əlini yəni əlcəksiz yəni tökürsən, əlcəksiz hərəkət edirsən. Mən vallah belə deyim, evdə əlcəklə işləməyi sevmirəm. Əlcəklə hərəkət edə bilmirəm. Heç əlcəyə qarşı elə bir ki, necə deyim, allergiyam var. Əlcək taxa bilmirəm. Heç adi hamamı belə təmizləyəndə bəzən deyirlər ki, ələ ziyandır, əlcək tax, əlcəkdən istifadə elə. Onda belə əlcək, düzdür, əlləri qurudur, əllərə ziyan verir, kimyəvi vasitələr olduğu üçün. Belə də ki, gigiyenik olaraq, yəni yeməklərdə belə əlcək taxılmağı bilirəm, düzdür, yaxşıdır, təmizlikdir. Amma belə deyim də, özüm bilirəm, tez-tez əlimi də yuyuram, evim üçün hazırlayıram. Ona görə də yəni əlcəyə ehtiyac duymadım, yəni taxa da bilmirəm, ona görə də taxmadım qızlar. İndi bilmirəm, fikirlər müxtəlifdir. Bəlkə də yazarsınız ki, əlcəksiz iş görürsən, belə elə, amma yenə deyirəm, əlcək taxa bilmədiyim üçün taxmadım. Mən bişirdim qızlar, belə doğrayıram. Biraz yorğunluq çayı içim, dincəlim. Sağ olun qızlar. Allah amanında qalın. Göz haqqınızı halal edin. Allah hər birinizin ruzunuzu bərəkətli, ruzulu bərəkətli etsin. Süfrəniz hər zaman bol olsun inşallah. Kanalıma abunə olmağı, like atmağı hər birinizdən gözləyirəm əziz izləyicilərim. Sizin dəstəyinizə mənim ehtiyacım var. Sizin sayənizdə mən yenə bu kanalımı qaldırıram. Sizin sayənizdə abunə sayımı artırıram. Hər birinizdən dəstək gözləyirəm. Sizlərdən dəstək istəyirəm əziz izləyicilərim. Yenə deyirəm, növbəti videolarımda görüşənə qədər hər birinizin dəstəyinə ehtiyacım var. Kanala like atmağı hər birinizdən gözləyirəm əziz izləyicilərim.